Bu dəfə sizi Londonun çox maraqlı yerindən salamlayıram. Bu artıq belə deyərdim, məzarlıq vloq adlanacaq. İngiltərədə belə məzar yerləri çoxdur və burada Londonun ən məşhur, turistlərin ən çox gəldiyi, ən təhlükəli, ən qorxulu yerlərindən biridir. Burada 170 mindən çox qəbir var. Hətta burada 1970-ci ildə vampir göründüyü qeyd olunur və insanların vampir ovuna çıxdığı hətta belə bilinir. Bu real bir informasiyadır və hətta buranın qəribə bir vibe var. Gündüz vaxtı hava açıq olduğuna görə o qədər hiss olunmur, amma burada təhlükəli heyvanların olduğu, bəzi yerlərə giriş qadağan olduğu qeyd olunub. Amma yenə də gəzib maksimum buranın maraqlı yerlərini sizlərlə bölüşəcəm. Bilmirəm, burada ümumiyyətlə belə deyim, qəribə məzar daşlar var burada. Yeni məzar demək olar ki, yoxdur. Hansı ən aşağı məzarın 50-60 yaşı var. Əksər məzarların da qəbir daşları artıq dağılıb. Bilmirəm, indi siz öz fikrinizi qeyd edin. Sizcə Azərbaycan məzarlığı daha qorxulu görsən, yoxsa buralar? Burada böyle qəribə bir məzar daşı var. Bu məzarlıq giriş ödənişsizdir, amma bəzi yerlərinə bilet almaq lazımdır. Bəzi vaxtlarda ümumiyyətlə girişinə icazə verilmir. Hal-hazırda yaxşı vaxt düşmüşük ki, girib rahat çəkiliş eləyə bilirəm. Bəzən hətta çəkilişə belə qoymurlar. Onu da vurğulayım ki, burada məşhur filosof Karl Marx'ın qəbri var. Bir də yazısı Douglas Adams'ın da belə burada qəbri olmalıdır. Hal-hazırda onu axtaram, görüm tapıb sizə göstərəcəm. Əksər yerdə belə şairlər var, ancaq yalnız qəbir sahibləri girə bilər bura. Mən də istəyirəm girim buranı sizə göstəreyim. Uzaqdan da olsa buranın çox ot basıb, ola bilsin ilan olsun. Çox dərinə getmək istəmirəm. Çünki bilmədiyim ərazidə hətta təhlükəli olduğu qeyd olunur, sürüşmələr çoxdur burada. Sizə baxımsız illərdir burada. Gəlib gedən yox, çox güman ki. Burada bu formada belə qapalı məzarlar çoxdur. Əsas bir mərkəz yer var. Ən çox orada insanlar video çəkilişlər aparır. Oranı göstərəcəm. Hətta bu məzarlıq o qədər böyükdür ki, bura girərkən qapıda xəritə alırsan ki, hara getmək lazımdır, məşhur insanlar hara dəfn olunub, onları göstərir. Bəzən mən Londonda belə yerlərə gəzəndə, çəkəndə göstərəndə insanlar qəribə reaksiya verir ki, nə var orada, qorxmursanmı? Valla burada qorxası bir şey yoxdur. Diridən qorxmaq lazımdır, ölüdən qorxmaq lazım deyil. Hamımızın sonu onsa buralardır. Sadəcə yenə deyirəm, İngiltərə, London belə yerlərlə məşhurdur. Və mən də belə yerlərə gəzəndə həqiqətən mənə xoş təsir bağışlayır. Nə mənada? Çünki həqiqətən adam tarixi hiss edir burada. Qədimliyi hiss edir və onu qoruyub saxlayırlar. Saxlamağı bacarırlar. Burada dairə formasındadır. James Anderson Kelman ailəsi. Belə bir film var. Həmin filmi xatırlatdı mənə. Bu isə həmin o film səhnələrin xatırladan yer. Siz mənə deyin, necə buraya yerlərə gəlib çəkməyəsən bu maraqlı yerləri? Bunlar hamısı qapalı məzarlardır, şəxsi məzarlardır, bəzilərinin ailəvi məzarlardır. Bir neçə içəridə cənazə var. Görürsünüz, qeyd olunub 2 nəfərin. 2 nəfər, burada 1 nəfər. Həmçinin bu tərəfdə də. Burası həmin o məşhur yer. Burada hətta qapı belə açıqdır. Gəlin görək içəri boyalana bilir kimi. Belə dairə formasında
məzarlardır. Burada heç bir at soyadı yoxdur, amma içəridə qəbir var. Bir sözlə Londona gəlirsinizsə, bu məzarlığa mütləq gəlin. Maraqlı dəqiqətən. Gəlin sizə yuxarıdan buranın görünüşünü göstərim. Bu məzarlıq Highgate məzarlığı adlanır. Aslında bura keçməyə icazə yoxdur. Buradan durum, yuxarıdan sizə göstərim. Baxın. Yuxarıdan görünüşdür. Now, the reason why it's not open is two reasons. One is the doors are blocked. Nə vaxtsa burada vampir görsənibsə, deməli hər an qarşımıza vampir çıxa bilər. Problem yoxdur, özümüzdə cin kimi oğlanlarıq. Qəti qorxusu yoxdur. Hər bir məzar daşının özünün fərqliliyi var, hər bir yerin. Deyirlər ki, buralara girməyin. Mən amma özümə həmişə qəribə səs gəlir. Özümə triplikən axtarmamışam. Buralara girmək əslində olmaz. Arxada gid turistlərə tanış edir buraları. Və o da qeyd edir ki, burada qorxulu hadisələr baş verib, insanlar çox şeylərin şahidi olur burada. Ərazi o qədər böyük ki, yoruldum gəzməkdən. Mən nəinki bu məzarlıq haqqında, İngiltərənin başqa şəhərlərində olan məzarlarda da bəzi şeylər eşitmişəm. Hətta mən York şəhərinə getmişdim, orada da belə deyirlər ki, oranın da həmin şəhəri ruhlar şəhəri adlandırırlar. Yəni orada da belə şeylər görüblər. Bilmirəm, siz nə qədər inanırsınız məsələyə yoxsa yox, amma faktiki olaraq belə şeylər mövcuddur. Çəkiliş aparmaq olmaz burada. Buradakı məzarların bəzilərinin qapısı açıqlı görsənir. Qeyd olunub içəridə. Və bu isə həmin tülkü. Deyirlər ki, ehtiyatlı olun, tülkülər çox olur burada. Yəni görürsünüz. Burada insanlar oturub. Burada isə tülkü gəzir. Məzarlıqda tülkünü yemləyən ilk Azərbaycanlı. Nə verirəm? Bu da cips. Qorxma, qorxma, gəl. Bu məzarlığın ərazisi o qədər genişdir ki, hətta iki yerə bölünür və görürsünüz, east və west tərəf. Hal-hazırda mən westdə idim, keçirik east tərəfə. Amma mən düşünürəm ki, west tərəfdə daha köhnə, daha qədim məzarlar var. Qeyd etdiyim kimi iki yerə ayrılıblar qəbirstanlığı, east və west tərəf.
West tərəf daha çox ağaclıqdır və daha çox maraqlı vahimələr görsənir. Burada isə ağac azdır. Düzdür, məzar əhdindən çox olsa da belə sıx qapalı deyil. Ona görə belə görsənir. Saat 5-də bağlanır. Xəbərdarlıq elədilər. Sadəcə bir Karl Marx'ın məzarını tapım. Onu da sizlərlə bölüşüm. Vlogumuzu yekunlaşdıraq. Azərbaycanda da adını tez eşitdiyimiz məşhur filosof Karl Marx'ın qəbri. Gəlib tapdım axırı buranı da. 1881-ci ildə dekabrın 2-si rəhmətə edib. Allah rəhmət etsin. Burada müxtəlif dünyanın hər yerindən gəlirlər təbii ki. Pullar var. Və orada Xalqın Qurtuluş Partisi insanların şəkilləri qeyd olunub və əsasında bu Çinlilərin puludur burada. Çin yazılarıdır. Burada da pullar var. Sigaret var orada. Bunlar niyə qoyublar bilmirəm. Müxtəlif əşyalar. Burada isə yenə pullar. Və hesablayanda 20-30 manat var yəni ki burada. Sənə göstərim sizə. Sizlər üçün bir şam yandırım burada. Dualarımız qəbul olsun.